Bu şirniyyatın dadını sizə sözlə ifadə edə bilmərəm. O qədər ləzzətli olur ki, üstəlik çox asan hazırlanır. Mən də ən gözəl resepti sizin üçün tapdım və ətraflı hazırlama qaydasını çəkdim. Videomu sonradan izləməyi və kanalıma hələ də abunə deyilsinizsə abunə olub videolarımı bəyənməyi unutmayın. Xəmir yoğuracağımız qaba 1 stəkan ilıq süd, 2 çay qaşığı maya və 1 xörək qaşığı şəkər düz əlavə edib qarışdırıram. Üzərini dəsmalla örtüb 5 dəqiqə mayanın aktivləşməyini gözləyirəm. Maya aktivləşdikdən sonra içərisinə 1 ədəd yumurta, 1 çay qaşığının ucunda duz, 1 xörək qaşığı şəkər əlavə edib tel çırpıcı ilə qarışdırıram. Qarışdırdıqdan sonra içərisinə un əlavə edirəm. Unun əvvəlcə bir hissəsini əlavə edirəm və xəmir yoğurmağa başlayıram. Yoğurduqca da qalan unu da əlavə edirəm və xəmiri yoğurmağa davam edirəm. Xəmiri yoğurduqda xəmirin biraz bərk olduğunu görəcəksiniz. Amma buna görə narahat olmuruq, çünki hələ yağ əlavə etməmişik. Biraz yoğurduqdan sonra içərisinə 70 qram yağı gördüyünüz kimi 3 hissəyə ayırmışam. Otaq temperaturunda olmalıdır və bunu xəmirə yavaş-yavaş yedirməyə başlayıram. Əvvəlcə bir hissəsini əlavə edib yoğururam. Daha sonra isə digər yağı da götürüb bura əlavə edirəm. Və bu yağı da xəmirə yaxşı-yaxşı yedirirəm. Və sonda isə qalan kiçik parça yağımızı da bura əlavə edirəm. Və xəmiri yaxşı-yaxşı hamar olana qədər yoğururam. Xəmirimiz bu şəkildə gördüyünüz kimi yumuşaldı. Və biraz daha yoğurub xəmiri tam hazır edirəm. Hazır olan xəmirin üzərini örtüb 10 dəqiqəlik hələlik bir kənarda saxlayıram. Və 10 dəqiqə keçdikdən sonra xəmirin üzərini açıb bir daha yoğururam. Belə olduqda xəmirimiz daha xamar və daha gözəl olur. Reseptdə yazılanlara əməl etsəz, sizdə də gözəl alınacaq. Bu şəkildə xəmirin üzərini örtürəm və 1 saat yarım mayalanmağa qoyuram. Xəmirimiz artıq mayalanıb gördüyünüz kimi. Mayalanmış xəmirin havasını əlimlə alıram. Dəzgahın üzərinə qoyuram. Qətiyyən ələ yapışmır. Və xəmiri kiçik kündələrə ayırıram. 10 bərabər hissəyə böldüm. Böldüyüm kündələrə çox gözəl forma verirəm. Tam yuvarlaq forma verməyə çalışın və çalışın bacardığınız qədər üzəri və altı hamar olsun. Hazır olan kündələri kəsdiyimiz yağlı kağızların üzərinə bu şəkildə qoyuram və üzərini örtüb təxminən 15-20 dəqiqədə bu şəkildə mayalandırıram. Üzərini örtmədən öncə əlimlə bu şəkildə biraz bastırıram ki, çox qabarıb yuxarı qalxmasın. Qızartmaq üçün tavaya 3 barmaq qalınlığında duru yağ əlavə edib yaxşıca qızdırıram. Qızmağını isə bu şəkildə çöplə yoxlayıram. Gördüyünüz kimi hazırdır. Və hazır olan xəmirlərimizi yağlı kağızla götürüb tavanın içərisinə əlavə edirik. Təxminən hər iki üzünü 2-3 dəqiqə ərzində bişirib götürürük. Bişərkən çalışın çox çevirməyin. Yağın içərisində tam bişdikdən sonra digər üzünü çeviririk və hər iki üzünü gözəl bir şəkildə qızardırıq. Çalışın dərin qabdan istifadə edəsiniz. Mən biraz dayaz qab götürmüşdüm, ona görə çətinlik çəkdim. Gördüyünüz kimi ponçiklərimiz çox gözəl bişdi və tam soymağını gözləyirik. Tam soyduqdan sonra şəkər pudrasına və ya şəkər tozuna bu şəkildə batırırıq hər tərəfli. Hər birini bu formada qoyub çöplə ortasından dəlik açıram. Və son olaraq krem torbasını əlavə etdiyim şokolad yağı ilə içərisini bu şəkildə doldururam. Öz hazırladığınız şokolad yağından və yaxud da qatı hazırlanmış pudingdən də istifadə edə bilərsiniz. Hər hansı bir meyvənin jilesi ilə də hazırlamaq olar. Bəncə şokoladlı çox dadlı olur. Siz də mütləq sınayın və rəylərdə fikirlərinizi bildirməyi unutmayın. Məni Instagram və TikTok hesabından da izləyə bilərsiniz. Rəy yazan, dəstək olan hər kəsə indidən təşəkkür edirəm. Sonradan izlədiyinizə görə çox sağ olun. Yeni videolarımda görüşmək diləyilə.